İndi açılar. Deməli, səhifə 160-da alkinlər bölməsindən başladıq işləməyə. Alkinlərdə butin, məsəl üçün, işləyək 20-ci. Biraz demin sınağı olub. Orada da gördüm ki, elə bir çətin səviyyədə yox deyil. Amma üzvü kimya da var da. Yarı üzvü, yarı qeyri-üzvüdür. Orada suallardan buna oxşayan suallardır. Seçib çox məsələləri yox, elə bu tipdə işlədəcəm. Butin 2-nin bromlu su ilə tam reaksiyasından hansı maddə alınır? Butin 2 deyir. Bax, alkan keçmişik, alken keçmişik, alkaden keçmişik, indi alkində göndərmişəm sizə. Alkin deyəndə, yəni artıq sonu in sonluğa əlavə olunur və burada 3 qat rabitə var. H2N çıx 2 formuluna malikdir. Burada da butin 2 deyir. Butin deyəndə yəni nə? Butanda 4 dənə karbon atomu yox idi. Metan, etan, propan, butan, düzdürmü? Burada da eyni ilə belə olur. İndi burada prosto butan yox, butin deyirəm. 4 dənə karbon atomunu yazıram. Butin deyəndə 4 dənə karbon atomu yazdım. Və 3 qat rabitə olmalıdır. Amma burada deyir ki, butin 2. Yəni gətirdir bu ikinci karbon atomuna 3 qat rabitəni birləşdir. Yox. Butin 2 deyir, yəni 4 dənə karbonu yaz. İkinci karbon atomuna gətir 3 qat rabitəni birləşdir. Çünki alkinlərdə 3 qat rabitə. Axırda in olanda 3 qat rabitə olur. İndi qalanlarını özümüz birləşdiririk. Bura bir dənə qoyuram. Bax, karbonun 4 dənə xət çıxmış oldu. Bura gəlirəm, bir dənə qoyuram. 1, 2, 3, 4, 4-cü xət qoydum. Bura 4 xət çıxmış oldu. Kənarların 3 xətti çatmır. Onlara da hidrogen, hidrogen, hidrogen qoyacam. Buradakini də 3 xətti çatmır. Onlara da hidrogen, hidrogen, hidrogen qoyacam. Bu cür formada yaza bilirsiniz. İndi təzədən deyir, bunların bromlu su ilə. Yəni deyir, gətir brom, birləşdir. Yadında saxla. Neçə dənə pi rabitə varsa, o qədər ora brom birləşir. Neçə dənə pi rabitə varsa, o qədər brom birləşmiş olacaq. Burada görsən, 2 dənə pi rabitə var. Qoyuram CH3, C. Bu pi rabitənin birini qırıram, birini saxlayıram. Biri sigma olur həmişə. O 2 dənəsi pi olur. Onun birini qırıram, sigmanın birini saxlayıram, pi'nin birini qırıram, ora gətirib bromları birləşdirirəm. Yəni, bu 2 qat rabitənin ətrafına bromları birləşdirirəm, burası CH3. Təzədən bir dənə də brom birləşdirirəm. Bax, məhərəm, yadında saxla. Bir dənə sigması, biri tək 3 qat rabitə deyil, 11 sigma olur. Tək qatlar hamısı sigmadır. Amma o birlərdən 2 qat da olsa, 3 qat da olsa, biri sigma olur, o birlər pi olur. Sigma rabitəsiz kovalent rabitə mümkün deyil, olmaz. Üzvü kimyada maddələr arasında mütləq sigma var. Amma pi rabitə ola da bilər, olmaya da bilər. Məsələn, burada pi rabitə yoxdur, hamısı təkdir. Hamısı sigmadır, amma burada sigma rabitə də var, pi rabitə də var. İkinci, üçüncü pidir. Neçə dənə pi varsa, o qədər brom molekulu lazımdır. Bax, 3 dənə idi. Bir pi'ni qırdım, yerinə brom birləşdirdim. İndi ikinci pi'ni qıracağım. Orada brom birləşdirəcəm. Brom, brom. Sigmaya dəymirəm. Sigma ortada dayanır. Brom. İndi gələn bromu da yuxarıya birləşdirdim. Bayaqlarım aşağıya birləşmişdi. Heç nə olmadı, qaldı. İndi bu pi'ni də qopardıb yuxarıdan birləşdirdim. Burada CH3. Sonra indi bunu adlandırmaq qaldı. 4 dənə brom varmı? Bəli, var. Hara birləşib? İkinci, üçüncü. İkinciyə neçə dənə brom birləşib? 2 dənə. 2, 2. Üçüncüyə neçə dənə birləşib? Yenə 2 dənə. 3, 3. Neçə dənə brom elədi? 1, 2, 3, 4. 4 dənə brom var. Olacaq tetrabrom. Tetrabrom. Və əsas zəncirimdə neçə dənə karbon atomu var? 4 dənə. 1, 2, 3, 4. 4 dənə karbon atomu var. Tetrabrom, butan. Butan. Artıq tamamilə hamısı tək qat rabitəyə çevrildisə, butanda axı hamısı tək qat rabitədir. Artıq butanın xlorlu törəməsini almış olduq. Hara birləşib görsən adını deyirik. 2, 2, 3, 3. Tetrabrom. Çünki 4 dənə brom var. Tetrabrom, butan. Buradan da cavab eləyəcək A variantı. Yəni, bu formada birləşəcək. Məsəl üçün, başqa hansını eləyə bilərik? 3 metil butin 1-in molekulunda yazmağa çalışaq. Bax, 24 nömrə məsələn. Nömrə 24. 3 metil butin 1.
Butin deyirəm 1, 2, 3, 4. 3 metil deyirəm. Butin 1 yazdı baxırda, yəni deməli birinciyə birləşib. 3 metil deyirəm 1, 2, 3. Üçüncüyə metili qoyuram. Qalanların hidrogenlərini yerləşdirirəm. Bura bir dənə çatmır. Burada hidrogen yoxdur. Çünki olsa 4-dən çox olacaq, olmaz. Bura 1, 2, 3. Bir dənə hidrogen çatmır. Burada biri var. 3 dənə hidrogen çatmır. Qoydum bura. İndi deyir bunun birinci, ikinci, üçüncü karbon atomlarının hibridləşmə növü. Bunları adlandıranda 3 qat rabitə yaxın olan tərəfdən. Hansı tərəfdən yaxındır? Sağdan yoxsa soldan? Soldan. Soldan müəllim, soldan. Mən dedim bir, yox, misal. Sağ ol. Sol tərəfdən yaxındır. Sol tərəfdən başlayacaq nömrələməyə. Bax, bura 1, 2, 3. Başladıq nömrələməyə. Üçüncü karbon atomuna görürük metil birləşib. Düzdürmü? İndi bunların hibridləşmə növünü istəyir. Birincidən neçə dənə sigma rabitə çıxır? 1, 2. Bu olacaq sp. İkincidən neçə dənə sigma rabitə çıxır? 1, 2. Bu olacaq sp. Üçüncüdən neçə dənə çıxır? 1, 2, 3. Bu da dördüncü elədi. Nə? sp3. Çünki 4 dənə sigma çıxır. Məndən də birinci, ikinci, üçüncünü istəyir. Yəni birinci sp, ikinci sp, üçüncü sp3. Belə bir variantını seçirik. sp3. Deməli, məndə bilmirəm, tapmısınız, siz tapmamışsınız. Dövlət İmtahan Mərkəzi sınaq keçirdi. O sınağın həm Rus, həm Azərbaycan variantı, birinci, dördüncü qruplar məndə var. Orada suallarda üzvü kimyadan, aldehidlərdən 2 dənə sual var. Qalan benzol sırası karbohidrogenlərə kimidir. Mən orada neftə aid sualı görmədim. Sonra nişasta, glikoza, fruktoza, onlara aid bir dənə glikoza sual var idi. Qalan hamısı məhlul məsələsi, qeyri-üzvü kimya, oksidlər, əsaslar onlara aid idi, çox idi. Oksidlər, peroksidlər, nə bilim, bax bunlara aid düşmüşdü. Burada işlədik birinci qruplardan həm Rus, həm az işləmişik. 4-ləri də sabah işlədəcəm. 4-cü qruplarım sabah gəlir səhər. Yəni sizə də istəyərəm ki, onu işləyəsiniz. Çox istəyərəm siz onu işləyəsiniz. Sabah əlavə dərsimizdir. Görüm çatdıra bilsəm sabah da baxarıq ona. Heç olmasa 30 sualdan yarısına sabah baxarıq ki, belə sizə tanış gəlsin də suallar. Belə. İndi məsələn 26-cı suala baxın. Asandır, özünüz eləyə biləcəksiniz. Aslen deyir S2H2, düzdür? Aslen deyəndə S2H2 eləyirik. Mirzəla, baxmısan sən videoya, alkinlərə? Xeyr mənim. Elə Məryəm tezdən atdı, mən də duran kimi kursa getmişəm. Baxa bilməmişəm. Hə. Deməli, burada Amma mən dərs oxumuşam, dərs oxudum, tapşırıqlara baxdım. çalış ki, videoya da baxasan. Yaxşı, mən baxam. Sabahlarım səhər deyə tezdən dur bax, bilmirəm. Səhər sahura duranda dur bax. O videoya bax ki, daha yaxşı həkk olunsun beynində də. Çətinləri, məsələlərə girişməyəcəm. Elə bax, belə elə bəsiniz. Sonra buradan baxıram, neçə dənə hidrogen, neçə dənə pi rabitə varsa, o qədər hidrogen birləşir. Burada bir də 2 dənə pi var, 2 hidrogen birləşir. Bir dəfə hidrogen birləşəndə bu S2H2-dir, bir dəfə hidrogen birləşəndə S2H4 alacam. Bu asilen idi, bu olacaq etilen. Təzədən bir dənə də H2 birləşdim, S2H6 alacam, bu da olacaq etan. Yəni asandır, 26 formada. Məsələn, deməli 29-a baxaq. Dərsə oxumusansa orada oxuyanda da baxa bilərsən. S2H2 onun 3 mol götürəndə temperatur və karbon katalizat aktivləşdirilmiş kömür iştirakında alınacaq benzol C6H6. Sonra deməli altdan %72 litrə çevirirəm. Altdan %72 22,4 eləyir. Böləndə eləyir 0,3. Deməli, demək istəyir ki, 0,3 moldan 3,9 qram benzol alınıbdır. Biz də baxaq görək. Yəni, özü belə demək istəyir də. Amma bizdən praktiki çıxım istəyir.
Praktik çıxım deyirsə, o deməkdir ki, əvvəldə götürülən 0,13-ün hamısından benzol alınmayıb, müəyyən miqdarından aldıq. Biz çıxım məsələsini keçəndə sizə izah eləmişdim. Dedim ki, məsələn, bir adamdır, meyvəlidən mal vurur, gətirir öz toçkasında, nə bilim, yerində onu satmağa. Düzdürmü? Vurur 10 kiloluq banan, 18 kilosunu sata bilir, 2 kilosunu sata bilmir. Ya çürüyür, ya artda qalır, ya nə bilim, alınmır, qalır da. 18 kilosundan xeyir götürürsə, ondan 8, yəni onu 80% eləyir. 8 bölü 10 vuraq 100, onun 80%-dən qazanc götürmüş olur. Praktiki çıxım o deməkdir ki, yəni sən bunun 80%-dən qazanc götürmüş olacaqsan da, yəni orada çıxım 80% çıxımdan. İndi burada da deyir 0,3-dən 3,9 alınıb, amma praktiki çıxımı tapın deyəndə demək istəyir ki, yəni bunun hamısından alınmayıb, müəyyən miqdarından alınıb, özünü çaşdırma. Yəni biz bunun praktiki çıxımını tapmalıyıq. Ona görə də müəyyən faizi, hamısı yox, 100% yox, müəyyən faizi. Tutaq ki, bunun A faizi ya da X faizi qeyd edin. Bunu A faizindən alırıq. 0,3 vuraq A faiz bölək 100. Buraya qeyd edirəm. O da eləyəcək nə qədər? 0,3A. Yəni bunu silirəm. Birbaşa yerinə 0,3 A-nı yazıram. Bildiniz də niyə? Yəni onun müəyyən faizindən gedib 3,9 alıb, hamısından yox. Onun da ədədin faizini tapmaq üçün ədədi faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Ədədimiz 0,3-dür. Onun da deməli A faizini tapmaq üçün 0,3 vuraq A bölək 100, o da eləyəcək 0,3 A. Buradan da görürəm ki 3 molundan da C6H6-ın kütləsi 78-dir. 78 alınır. Yəni bu real tənlik üzərindən görülmüşdür ki, 3 molundan 78 qram alınır. Bəs 3,9 qram alınanda 0,3 A qədər reaksiya girib. O 2 dəfə belə deyək də 20 dəfə az. Bunu da biz bölsək 1,5 0,15 edir. 0,3 A bərabərdir 0,15. Sonra burada da müəyyən bir əməliyyatlar eləyək. 0,15 bölək 0,3 bu da eləyir 50%. Bu da eləyir 50%. A bərabərdir 50%. Başa düşdünüz? Başa düşdün mü Cəlal? Yəni hamısı yox da, müəyyən A faizi girir. Bəli, müəllim. Bəli, müəllim. Məsələn 36. Yəni ora qədər sadə gedir. Məsələn 36. CH3, COO natrium. Üzərinə gəlsə natrium OH. Deməli, birinci belə mərhələli reaksiyalar çünki düşə bilər temperaturda. Yəni deyirsən bundan 1 kilondan nə alınır? Bunu dəfələrlə sinifdə yazmışıq. Natrium 2, COH bunu götürdüm. Yerdə nə qalır? Buraxışdan sonra ilk təkrar dərsimizdə də bunu yazmışam. Eləyir CH4. CH4 də 3 cür parçalanır uşaqlar. Var 1000 dərəcədə, var 1500 dərəcədə, var 550, 600 dərəcədə. Buradan 3 cür məhsul alına bilər. CH2, CH4 və C. Nə edirik? Bura bilmirəm hansına uyğundur. Bunun üçün ən gözəl üsulu, mən uşaqlara demişəm, çox rahat üsuldur. Deməli, sıfırları buradan götürürsünüz. Götürdükmü? Hamısının yanına sıfırları götürdük. Hansında rəqəm kiçikcə görsən, burada 1-dir. Ən balaca az sayda atom olana aparıb onun yanına qoyasın. Sonra baxıram, 15 gəlir, 15 sonra birdən böyükdür. Ondan sonra az atom olan CH2-dir, onu aparıb qoyuram. Və sonda 55 hamısından böyükdür. Biraz da çox atom olan altını da aparıb oraya qoyuram. CH4, üstə gələ H2, üstə gələ H2, üstə gələ H2. Yəni belə. Hidrogen hamısından çıxır. Məndən 1500 dərəcə istəyir, deməli CH2. CH2 də aslendi A variantına uyğun gəlir. Sonra
Deməli 38. Nömrə 38. Alkin. Molekulunda hidrogen atomların sayı. Cn H2n çıx 2. 2n çıx 2. Bax, orada da veribdir 2n minus 4-ə bərabər olsun hidrogen atomların sayını. Amma bizdə 2n çıx 2-dir. Bunda sinifdə buna aid işləmişik uşaqlar. Bizdə 2n, yəni əsl düsturda 2n çıx 2-dir, amma bizə verilib 2n çıx 4. 2n çıx 2 ilə 2n çıx 4-ü fərqləndirmək üçün əsl düsturdakının üzərinə ştrix qoyuram. 2n ştrix çıx 2 bərabərdir 2n çıx 4. Buradan da çünki deyir ki, hidrogenlərin sayı buna 2n çıx 4-ə bərabərdir. Mən görürəm 2n çıx 2-dir, bu deyir ki 2n çıx 4-dür. Yəni buradakı verilən düsturdakı n-lə məsələdəki verilən n-i fərqləndirmək üçün mən gətirib onun yanına əsl düsturdakının üzərinə ştrix qoyuram. Sonra hidrogenlərin sayını bərabərləşdirirəm. 2n ştrix çıx 2 bərabərdir 2n çıx 4. Buradan da tapıram 2n ştrix bərabərdir 2n çıx 2. Sonra ixtisar edirəm hər tərəf 2-yə. N ştrix bərabərdir n çıx 1. Heç nə apardım, qoydum belə yerinə. İndi məndən nə istəyir? Molekulda karbon atomlarının sayı. Yəni karbon elə n ştrix idi. N ştrix istəyir, o da n minus 1-ə bərabərdir. Yəni bu tipdə də düşə bilər. Yəqin ki, aydın oldu. Başa düşdünüz Mircəla? Mühərrəm. Yəni bax orada düsturda veriləni hidrogen orada verilib 2n ştrix 2. Amma bizə məsələdə deyir ki, hidrogen atom sayı 2n çıx 4-dür da. Mən orada verilənlə burada verilən necə fərqləndirim? Özümdə olana qonağa hörmət edirəm. Qonaqla işim yoxdur. Həmişə qonaq baş üstə tutulur. Bu qonaq gəlib, məsələdə verilib. İndi gəlib özümkinin üstünə işarə qoyuram da. Yəni buradakı 2n çıx 2-yə dəyməyim. Onun üzərinə işarə qoyuram ki, əsas düsturda buradakı n ştrix olsun. Sonra oradan tapıram ki, əslində n ştrix bərabərdir n minus 1-dir. Bizdən də karbon atomunun sayını istəyir. O cür formada tapırıq. Məsəl üçün 46 tipli suallar çox düşür. Propin molekulunda metil qrupundakı CH rabitələri hansının örtülməsindən əmələ gəlib? Bax, bunlardan çox düşür. Həqiqətən uşaqlar keçənin qəbulunda da bu tipdə var idi. Propin deyir, yazıram, bax, nömrə 46. Propin deyir, yazıram CH3, C, 3 qat rabitə CH. Niyə? Propin deyir da. Propan deyəndə hamısı doymuş. Propen deyəndə 2 qat rabitə, propin deyəndə 3 qat rabitə. 3 dənə karbon yazırsınız, ikisinin arasında 3 qat rabitəni qoydunuz. İndi mənə deyir ki, metil qrupunda. Bu metilen qrupudur. Bax, bu metilen qrupudur, unutmayın. Bu isə metil qrupudur, metil radikal. Deyir ki, CH rabitəsi, yəni bax, bu metil qrupundakı bunu açaq özümüz üçün. Metil qrupunda buraya H qoyuram, bura H qoyuram, bura H qoyuram. Metil qrupundakı bu CH rabitəsi nəyin örtülməsindən yaranıb? Burada görürəm ki, bu karbonun 4 sigma çıxır. Görürsünüz, 1, 2, 3, 4. 4 sigma çıxır, bu oldu sp3. Bu isə hidrogendir. Hidrogendəki S-li dairə. Deməli, bu nəyin örtülməsi hesabına yaranıb? Karbonun sp3-ü ilə, bax, karbonun sp3-ü ilə hidrogenin S-i. sp3 şəkil formasında istəsə belədir, S-dəki dairədir. Bizdə görürsünüz, digərlərin deməli, metil qrupundakidir. Bu deyir, karbon sp3 orbitalları ilə hidrogenin S orbitalları. Cavab C. Əslində siz bunu bilirsiniz, amma diqqətli olmaq lazımdır. Ki, hansı karbonu istəyir? Metil qrupu. Metil qrupu deyirsə CH3. Metilin deyəndə CH2. Bax, belə. Sonra yazıb 51-ci sual. Oradan buradan elətdirəm ki, qalanlarına özünüz baxarsınız. 51-ci sual. 5,6 litr asilin maksimum neçə qram brom birləşdirir? Asilin deyirəm C2H2, yəni 2 dənə karbon yazıram. 3 qat rabitə HH. Mən də dedim ki, neçə dənə pi rabitə var? Birincisi sigmadır, ikincisi pi, ikisi pidir. O qədər də brom birləşdirir. 2 dənə sigma var, 2 dənə də brom birləşdirəcək. Deməli, maksimum neçə mol bromu birləşdirər. 2 mol bromu birləşdirər. Yəni 22,4 litri 1 moldur da. Bax, bunun 1 molu. O da edir 22,4 litr verib deyə mən də litrdən yazıram. Litr verməsəydim moldan işləyərdim. 22,4 litri nə qədər brom birləşdirir özünə? 22,4 litri 2 mol brom, 2 brom 2. 2 brom 2 də ki, bromun kütləsi 80-dir. 80 vuraq 4.
2 vuraq ki 4. 80 vuraq 4 eləyir 320. Deməli 22,4-ü 320 birləşdirir. Bəs 5,6-sı nə qədər? Yəni 4 dəfə az, o da eləyəcək elə 80 qram. Deməli 5,6 litr 80 qram buron birləşdirmiş olacaq. Belə. Sonra məsələn hansı maddənin kalium permanganatın suda məhlul olaraq oksidləşməsindən oksalat turşusu alınır? Oksalat turşusu bu da Altına oxusuz müəllimə. hal-hazırda nömrə 56. Bəli. Hansı maddənin kalium permanganatın suda məhlulu ilə oksidləşməsindən oksalat turşusu alınır? Uşaqlar, deməli biz alkenlər keçdik. Alkenlərdə 2 qatı rabitəli birləşmələrdir və onların kalium permanganat məhlulu ilə oksidləşməsindən alınırdı. Bura gətirib OH birləşdirir. Mütləq təyini reaksiyası bunların. Həm alkenlərin təyini reaksiyası var, həm alkinlərin təyini reaksiyası. Bunların təyini reaksiyasında bu 2 qat rabitəyə alkenlərdə idi elə. Bu qırılırdı, gətirib OH birləşdiririk. Amma alkinlərdə 3 qat rabitədir də, burada bax, 3 qat rabitədir. Burada kalium permanganatın suda məhlulunu əlavə etsək, kalium permanganatın suda məhlulu. Artıq burada oksalat turşusu əmələ gələcək. COOH. Elə bil ki, bura oksigen gəlir, ortalıqlarına girir. Bunların 4 mol oksigen gəlir, ortalıq hissələrinə girir. Bunların turşu əmələ gəlir. Bu turşunun 2 əsaslı turşudur. Üzvü kimyada əsaslıq tərkibindəki karboksil qrupların sayı ilə müəyyən edir. Yəni, hər hidrogen yox, radikaldakı hidrogen yox, karboksil qrupu adlanır. Bu, karboksil qrupunun tərkibindəki hidrogen metaldan əvəz olunur. Ona əsasən müəyyən edirlər. Yəni, burada yadınızda saxlayın, suda məhlulu ilə oksidləşməsindən oksalat turşusu alınır. Deməli, necə yadımızda qaldı? Alkenlər oksidləşəndə kalium permanganat suda məhlulu ilə orada spirtlər əmələ gəlir. 2 qat rabitə qırılır, OH birləşir. 2 atomlu spirt əmələ gəlir. Alkinlərdə isə gördüyümüz kimi nə əmələ gələcək bunlarda? Deməli, turşular əmələ gələcək. Oksalat turşusu kimi turşular əmələ gələcək. Sonra hansını eləyək? Məsələn, verib 68-ci sual. Elə mənə gəlir ki, buradan neçə dənə baxaq görək neçə dənədir. 100-ə qədər gəlsək yaxşı olardı. 134 dənədir. Elə biraz 100-ə kimi gəlsək yaxşı olardı. Sabahlarımda oradan buradan işləyərik. Neçə dedim mən? 80 etilin aslən qarışığı bu an məsələn səhifəsini itirdim uşaqlar. 100 neçə idi? 163 müəllimə. Hə. 163, hə. Məsələn, 68 eləyək, 68-i. Pentin 1-i pentin 2-dən fərqləndirən nədir? Pentin 1-i pentin 2-dən fərqləndirən nədir? Pentin 1 yazıram 5 dənə. 1, 2, 3, 4, 5 qoydum belə. Pentin 1-dir. Burada pentin 1 deyirəmsə 3 qat rabitəni bura qoyuram. Sonra pentin 2 deyirəm 1, 2, 3, 4, 5. Pentin 2-də 3 qat rabitəni gətirib bura qoyuram. Bunları fərqləndirən nədir? Kalium permanganat məhlulunun rəngsizləşdirilməsi. 3 qat rabitə var. Deməli, biri sigma 2 pi var. Hər ikisində var. Hansında pi rabitə var, o rəngsizləşdirir. Yəni, bu ikisi üçün də ümumidir. Karbonun kütlə payı eynidir. Çünki karbon mol miqdarı eynidir. Hamısında eynidir. sp hibrid orbitallarının sayı. Bura baxıram ki, sp burada da 2 dənə karbon atomu sp hibrid vəziyyətindədir. Burada da 2, burada da 2. Burada da 2 karbon atomu sp idi. Çünki 2 dənə təki var. Bu da olacaq sp, bu da olacaq sp. Yəni, burada da 2, burada da 2. Sonra nədir? Kuprim kloridin ammoniakın məhluluna reaksiya daxil olması. Bəli, bax, budur cavab. Niyə? Yadınızda saxlayın. Mən dərsin izahında da demişəm. Tollens reaktivi deyirlər. Argentin 1 oksidin ammoniaklı suda məhlulu və ya natriumun ammoniaklı suda məhlulu və ya kuprim xlordan reaksiyası. Bax,
Bir dənə indiyə qədər keçdiklərimiz alkan var idi, alken var idi, alkadiyen var idi. Onların heç birində bunları görmədik, amma alkinlərdə fərqləndirən reaksiyalardan biri də budur. Burada 3 qat rabitəyə birləşmiş hidrogen atomu metalla əvəz oluna bilər. Bax, burada 3 qat rabitəyə birləşmiş hidrogen rabitəsi var. Bax, buradakı pentin 1-dəki hidrogen atomu əvəz oluna bilər. Argentiumdan tutaq ki, burada kuprim xlor deyir. Bəli, kuprim xlorla reaksiyaya girəcək. Kuprim gələcək. Deməli, bir valentlidir burada. Kuprim gələcək, hidrogeni əvəz eləyəcək və hidrogenin yerinə götürüb yazacaqsınız mis. Buradan da H xlor çıxacaq. Amma ikincidə, pentin 2-də, bura baxın, görürsünüzmü? 3 qat rabitə və ona birləşmiş karbon atomları mərkəzdədir və ona heç bir hidrogen birləşməyib ki, o gəlsin əvəz olunsun. Mütləq 3 qat rabitəyə birləşmiş hidrogen atomu əvəz olunur. O da kənarda olmalıdır. Kənarda olmasa o heç bir argentium metalla, belə yadınızda saxlayın da. Bu Tollens reaktivində çox başa düşürəm. Üzvü kimyada material çoxdur, mövzu çoxdur. Ancaq üzvü kimyanın yaxşı xüsusiyyəti odur ki, əlavə məhsul çox olmur. Məsələn, bax, burada kuprim xlorla reaksiyada hidrogen çıxdı, onun yerinə gəldi, kuprim gəldi, hidrogen də xlorla birləşdi, çıxdı çölə. Yəni, məsələn, qeyri-üzvüdəki kimi bir maddə parçaları 4-5 dənə maddə alınır. Yəni, 3-4 dənə maddə alınır, bilmirsən də formulu valentliklərinə uyğun gərək düzəsən, qoşasan. Yəni, bilmirsən də hansı maddələr alınır. Elə reaksiyalar çoxdur. Amma burada elə bir reaksiyaları yoxdur. Sadəcə olaraq biri o birini əvəz edir. Bu üzvü kimyanın rahatlığı bu xoşuma gəlir. Bir dənə bizdən valenti karbonun 4-dür, hidrogenin 1-dir. Lüboy, deməli, istənilən formulu yazmaq mümkündür. Alkinlərdə bir dənə yadınızda saxlayın ki, metallik belə ki, harada gördünüz, kuprim xlor, nə bilim, natrium, argentium oksid, Tollens reaktivi sözünə rast gəldiniz, amoniaklı suda məhluldur, bu metallara rast gəldinizsə, onunla alkinlər girir. Amma alkinlərə birləşmiş hidrogen olmalıdır. Və bunun üçün də gərək ki, pentin 1, butin 1, yəni elə olsun ki, birinci karbon atomunu 3 qat birləşsin ki, kənarda bir dənə hidrogen atomu qalsın da ki, o əvəz oluna bilsin. Ona görə də bunların fərqi odur. İstəyir kuprim xlorla reaksiyasında fərqli ola bilər. O kuprim xlorun əvəzinə yaza bilərdi ki, natriumla reaksiyası, natriumun amoniaklı suda məhlul olan yerinə yaza bilərdi. Argentium 1 oksiddən amoniaklı suda məhlul və s. Yəni, onlar da yazıla bilərdi. Hə. Yəni, bunu belə işləyib çatdıra bilsəniz 100-ə qədər əla olar.